Hər vaxtınız xeyir olsun uşaqlar. İndi sizinlə 6-cı sinif təbiət dərsliyinin 2-ci hissəsinin 8.3 mövzusu olan keçiricilər və dielektriklər mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacağıq. Amma dərsə keçid etməzdən əvvəl onu nəzərinizə çatdırmaq istərdim ki, bu kimi mövzuların davamlı gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, bəyənməyi unutmayın. Eyni zamanda fikir və rəylərinizi də şərh bölməsində yazaraq mənimlə bölüşə bilərsiniz. Elə isə keçək öyrəndiklərinizi tətbiq edin hissəsinə. Birinci sualda deyir ki, uşaqlar, aşağıdakı təhlükəsizlik qaydalarını oxuyun və onları əsaslandırın. Elektrik yuvasına hər hansı əşya daxil etmək olmaz. Biz bunu bilirik. Bəs deyir ki, əsaslandırın. Niyə görə daxil etmək olmaz? Ona görə ki, uşaqlar, keçirici material naqil rolunu oynadığı üçün dövrənin qapanmasına kömək edir və əlimizdə tutduğumuz əşya vasitəsilə bədənimizə cəryan keçə bilər. Tutaq ki, uşaqlar, biz elektrik yuvası götürək və elektrik yuvasına əlimizdə tutduğumuz hansısa bir misdən hazırlanmış materialı daxil etmək istəyirsiniz. Bu zaman bizim həm bədənimiz keçirici rolunu oynayır, həm də əlimizdə tutduğumuz həmin o materialdan hazırlanmış cisim. Və əlbəttə ki, bizim bədənimizə elektrik cəryanı ötürdüyünə görə olmaz. Belə bir hadisəyə yol vermək olmaz. İkinci sual. Naqillərə əllə toxunmaq olmaz. Yerdə izolyasiya örtüyü olmayan açıq naqil və ya kabel götürdükdə dərhal böyüklərə xəbər vermək lazımdır. Səbəbi nədən ibarətdir? Çünki bədənimizin müəyyən keçiriciliyi olduğu üçün naqildəki cəryan bizə keçə bilər. Əlbəttə ki, biz üstü açıq olan naqilə əllə toxuna bilmərik. Naqilin üzərində fikir vermisiniz. Bu naqildir və bunun daxilindən məftil keçir, düzdürmü? Əgər bu məftilin üzəri açılıbsa, hansı ki onun üzərini örtən rezin təbəqə izolyasiya rolunu oynayır və cəryanın bizim bədənimizə daxil olmasının qarşısını alır. Əgər hansısa bir məftilin üzərindəki bu rezin təbəqənin olmadığını görsəz, əlbəttə ki, onu əlimizlə toxuna bilmərik. Çünki bədənimiz də keçiricidir, həmin naqil də keçiricidir. Ona görə də yenə də bu kimi hadisələrə yol vermək olmaz. Üçüncü sual. Üçüncü sualda deyir ki, nəm və yaş əllərlə elektrik avadanlıqlarına toxunmaq olmaz. Duşda və hovuzda elektrik avadanlıqlarından istifadə etmək təhlükəlidir. Səbəb. Səbəb ondan ibarətdir ki, gündəlik həyatdakı əksər su saf olduğu üçün krandan gələn su keçirici rolunu oynayaraq dövrənin qapanmasına kömək edir və bədənimizdə cəryanın keçməsinə səbəb olur. Krandan gələn su elektrik cəryanını keçirir. Yox, bizim qaynadaraq istifadə etdiyimiz, yəni distillə olunmuş su isə elektrik cəryanını keçirmir. O dielektrikdir. Sonra dördüncü suala baxaq. Dördüncü sualda deyir ki, elektrik təhlükəsi olan ərazilərə gəzmək olmaz. Yaxınlığında elektrik kabeli olan ağaclara dırmaşmaq olmaz. Elektrik kabellərinin yaxınlığında çərpələng uçurmaq təhlükəlidir. Səbəb nədir? Çünki bədənimiz müəyyən keçiriciliyi olduğu üçün naqildəki cəryan bizə keçə bilər. Çərpələng uçurduğumuz zaman çərpələngin ipi kabelə toxunmuş olar və bunun nəticəsində qısa qapanma yaranar ki, bu da həyata təhlükə yaradar. Beşinci, elektrik cəryanına məruz qalmış şəxsə əllə toxunmaq olmaz. Onu taxta və ya plasmas kimi dielektrikdən hazırlanmış bir əşya ilə elektrik mənbəyindən uzaqlaşdırmaqla xilas etmək lazımdır. Səbəb. Çünki elektrik cəryanına məruz qalmış şəxs özü artıq cəryan daşıyıcısıdır. Və siz də ona öz əlinizlə toxunarsınızsa, bu zaman sanki sanki elə bir elektrik yuvasına toxunmuş, həmin insana toxunmuş, eyni bir nəticəyə gəlmiş olur. Ona görə onu əlinizlə yox, hansısa bir taxta, plasmas kimi dielektrikdən hazırlanmış bir əşya ilə toxunmaq lazımdır. Çünki bu zaman siz ona kömək etmiş olmursunuz. Əlinizlə toxunduğunuz zaman ona kömək edə bilməyəcəksiniz. Çünki özünüzün də öz həyatınız təhlükəyə düşdüyünə görə ona yardım edə bilməyəcəksiniz sözsüz olaraq. Yardım etmək üçün mütləq dielektrikdən, taxta, plasmas kimi materiallardan hazırlanmış hər hansısa bir əşyadan istifadə etmək lazımdır. İndi keçək uşaqlar öyrəndiklərinizi yoxlayın hissəsinə. Öyrəndiklərinizi yoxlayın hissəsində deyir ki, keçiricilərə 3 nümunə göstərin.
Yaxşı, göstərək. Keçiricilərə hansı nümunələr göstərə bilərik? Gümüş yaxşı keçiricilərdən biri, eyni zamanda qızıldır. Mis, alüminium, polad. Bunların hər birini yaza bilərik. Dielektriklərə 3 nümunə göstərin. Dielektrik nə idi? Dielektrik elektrik cəryanı keçirməyən maddədir. Elektrik cəryanı keçirməyən maddələrə isə plastmas, taxta, rezin, bunları misal göstərə bilərik. Üçüncü sual. Nə üçün kərpətinlərin dəstək və ağız hissəsi metaldan hazırlanır? Dəstək hissəsinin üstü isə plastik materialdan ötürür. Ona görə ki, uşaqlar, həmin bu kərpətinlərin üst hissəsi rezinlə örtülür ki, biz bu kərpətinin uc hissəsi ilə cəriyana, naqilə toxunduğumuz zaman cəryan əlbəttə ki, bu metaldan keçər və bu metal vasitəsilə bizim bədənimizə daxil ola bilər. Amma biz bunu rezin təbəqə ilə örtdüyümüzə görə bu rezin təbəqə dielektrik rolunu oynayır və ona görə də bizim bədənimizə cəryan ötürülmür. Və dördüncü sual, su hansı halda keçirəcək, hansı halda dielektrikdir? Əslində bu sualın cavabını bayaqları verdik. Suyun tərkibində həll olmuş duzlar olarsa, o elektrik cəryanını keçirir. Deyək, deməli suyun tərkibində həll olmuş duzlar olarsa, deməli bu zaman olur keçirici. Yox, saf su isə, yəni distillə olunmuş su nəzərdə tutulur artıq. Distillə olunmuş su isə təmiz, saf su isə saf su. Bu olur dielektrik. Belə uşaqlar, biz bu şəkildə sizinlə öyrəndiklərinizi yoxlayın və öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqlara baxmış olduq. Sağ olun uşaqlar, gələn görüşlərə dək.